bəsirətsizlik, maarifdən uzaq düşmək, ibadəti var idi, gecə namazı da qılırdı, Quran da oxuyurdu, amma əqidəsi xarab idi. Vay o gündən ki, insan əqidəsi xarab olar. O qıldığı ibadət də o tikanın dibinə su tökmək olar, tikanı bəsləmək olar, tikan böyüyər, ziyan verər, xeyir verməz ki. İnsan gəlir ona otursun, etiqadi mövzularda araşdırsın, oxusun, bilsin. Bir alimin araşdırması var idi, Siffeyn, Nəhrəvan, Cəməli müharibəsini araşdırma edirdi. Əmirül-Möminindən 3 dənə müharibə oldu da, xilafətə çatandan sonra. Cəməl dünyapərəstliyin simvolizə edirdi. Çünki orada bəziləri var idi ki, şöhrətə görə, dünyanın puluna görə, varlığına görə gəldən inədilər, Əmirül-Mömin özböz durdular. Siffeyn amma hiləgərlik, münafiqlik, nifaq, Nəhrəvanda cəhalət, nadan insanlar həmişə ibadətləri ilə birgə münafiqlərin, hiləgərlərin hiləsinin qurbanı olublar. Çünki Nəhrəvanın yaranmasının səbəblərindən biri Muaviyyə və Əmras idi.